Salam uşaqlar. Salam. Əyləşin. Uşaqlar, görürəm ki, komandalar dərsimizin başlaması üçün, dərsimizi keçmək üçün komandalar şəklində oturmuşsunuz. Mən istərdim ki, siz öncə məsləhətləşərək komandalarınızın kapitanlarını təqdim edəsiniz. Buyurun. Hazırsınız? Buyurun, kim təqdim edir komandanın kapitanı? Ağay İzzətdir. Sizdən? Sizin qurumumuzun kapitanı İmamiyyət Rüstəm. Buyur. Nəzrin və sizdən? Kapitanı Fərid Məmmədov. Fərid Məmmədovdur. Çox şadam. Yaxşı. Mən sizə, uşaqlar, komandalarımızı adlandırmaq üçün 4 ad təklif edirəm. Elm, təhsil, ana dili və vətən. İstərdim ki, məsləhətləşərək bu adlardan hansını seçmək istədiyinizi mənə bildirəsiniz. Buyurun. Seçdiniz? Buyurun. Eşidirəm Fərid. Biz qrupumuzla məsləhətləşərək komandamızın təhsil adını seçmişdik. Komandanıza təhsil adını seçdiniz. Buyurun Rüstəm. Biz fikirləşərək vətən adını seçdik. Vətən adını seçdiniz. Buyur. Bəs siz? Biz fikirləşərək qrupumuzun adını Elm seçdiniz. Bəs siz? Qrupumuzun adı ana dili. Ana dili. Buyurun. Götürün. Adlarınızı götürün. Yaxşı. Deməli, biz sizinlə dərsin başlanmasına hazırıq. Onda gəlin, uşaqlar, gəlin motivasiyaya baxaq və dərsimizin mövzusunu aydınlaşdıraq. Sonra gördüyünüz otağa bəşəriyyətin ən qüdrətli şəxsiyyətlərindən biri daxil olacaqdır. Sizcə, Azərbaycan dövlətçiliyi müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyət, fenomenal siyasi xadim kimdir? Sizcə, bu kimdir? Çox sağ olun. Aferin. Bugünkü dərsimiz sizinlə görkəmli siyasətçi, dünya şöhrətli siyasi xadim, ümumilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı olacaqdır. Mən indi sizdən xahiş edərdim ki, əgər bilirsinizsə uşaqlar, bu görkəmli şəxsiyyət barədə hansı məlumatları verə bilərsiniz? Hansı məlumatları verə bilərsiniz? Vətən qrupu əlini qaldırdı öncə, buyur. Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun, indiki Azərbaycan Dövlət Neft Akademiyası Memarlıq Fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. Əlavələriniz varmı? Rüstəmin Vətən qrupunun məlumatına əlavəmiz varmı? Buyur Fərid. Xalq Komissiyası
Başçılığı Sovetində şura müdiri vəzifəsində işləmiş və 1994-cü ildə dövlət təhlükəsizlik orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini, 1967-ci ildən isə sədr vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o Leningraddakı, indiki Sankt-Peterburg xüsusi ali təhsil almış və 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsini bitirmişdir. Çox sağ ol. Və sizin əlavəniz var? Buyurun. 1990-cı il Qarabağ siyasətinin qurbanına çevrilən Azərbaycanlıların qanunun yerdə qalmaması və günahı olanların cəzalandırılmasına tələb edən Heydər Əliyev 1991-ci il iyulun 9-da SSR Komünist Partiyasını tərk etmişdir. O, bu qərarın əsas səbəbi kimi 1990-cı ildə törədilmiş qanlı cinayətin günahkarlarının cəzasız qalmasını, mərkəzi riyakar siyasətini və Azərbaycanda demokratik azadlığın boğulmasını göstərmişdir. Sonra kimin əlavəsi var, yoxsa davam edək? Buyurun, icazə. 1993-cü il oktyabr 3-də ümumxalq səs verməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1%-ni toplayaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçilmişdir. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş, Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş, namizədliyini İlham Əliyevin xeyrinə etmişdir. Çox sağ olun. Düzdür, bu böyük şəxsiyyətin həyat fəaliyyəti haqqında çox danışmaq olar, amma biz çox qısa bir məlumat veririk. Bayaqdan ekranda görürdünüz, deməli bugünkü dərsimiz Zəlimxan Yaqubun Bir dahi doğulub gəldi dünyaya. Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı şeirdir. Gəlin şeiri video təqdimatda izləyək. İnşallah onu da qeyd edeyim ki, dinlədiyiniz mahnı Müslüm Maqamayevin görkəmli Azərbaycan müğənnisi, vokalisti, klassik mahnıların gözəl ifaçısı Müslüm Maqamayevin ifasındadır. Bunu əlavə etmək istərdim ki, bu mahnını məhz Müslüm Maqamayevin ifasında Heydər Əliyev həddindən artıq çox sevirdi. Rəntiqə bəndə əlavə edir. Bu mahnı Heydər Əliyevə həsr olunmuşdur. Gördüyünüz kadrlar isə Heydər Əliyev fondunun Azərbaycanın tanıtımı kadrlarıdır. Elədik ki, Heydər Əliyev Naxçıvanda anadan olmuşdur.
ana ad qoyub adına Heydər dedi. Bu həyatın barını dərdikcə Heydər dedi. O boyatıb böyüdü, gündə bir darı boyda. Ona layla çalanın xoş arzuları boyda. Hər anla, hər saatla, hər fəsillə büyüdü. Damar damar bəlkidi, pillə pillə büyüdü. Bir gün eksik olmadı, laylası, oxşaması, atanın yeridiği yerişlə, tərpənişlə, ananın danışdığı şirin dillə büyüdü. Ama onu bir dəfə doğub verdi dünyaya, o her gün bir nəğmədən, bir səsdən doğulurdu. Dar kumadan, daş evdən, məqbərədən, məbəddən, sıldırımdan, keçiddən, aşırımdan, bərədən, məsciddən, minarədən, haqqın ona verdiği ilahi bir vergiden, ilhamdan, işarədən, yoldan, cıvırdan, izdən, ataba eldə gizdən, müminə xatun ağı türbənin. Zəlimxan Yaqubun bir dahi doğulu gəldik dünyaya şeirini dinlədik video təqdimatda. İndi isə mən istərdim ki, uşaqlar, biz sizinlə əsərin ideyasını müəyyən edək. Əsərin ideyasını istərdim elm qrupu müəyyən etsin. Təsir qrupunu istərdim obrazın başlıca xüsusiyyətlərini müəyyən etsin. Ana dili qrupu hadisələrin ardıcıllığını, elementlər isə daha doğrusu vətən qrupu isə elementlərini müəyyənləşdirsin. Sizin 2 dəqiqə vaxtınız var uşaqlar. 2 dəqiqə. Mahnı bitəndə gözlərimdə açılır bu millət. Çox sağ ol. Siz hələ hazır deyilsiniz. Buyurun. Ciddi, təvəzzükar, məsuliyyətli, zəhmətkeş, vətənpərvər, natiklik bacarığı olan, təmkinli, ailəcanlı, əsl məhəbbət uğrundan bəhs. Yaxşı. Uşaqlar, bir dəqiqə mənə icazə versəz, mən Emilin o sözlərinə, Emilin obrazın başqa xüsusiyyətlərini saymasına bir əlavə etmək istəyirəm. Bu mənim əlavəmdir. Heydər Əliyev sərt intizama, qaydalara riayət edilməsinin tərəfdarı olmaqla yanaşı, həm də ailə üzvlərini sevir və bu sevgini ona aşıq deməkdən çəkinmirdi. Yəqin ona görə ki, dövləti məhz ailəsini sevər və onun gələcək talihi haqda düşünən liderlər ola bilərlər. Məhz ailəsini sevən lider xalqını da sevərlər. O, ömrünün son günlərdə qədər oğlunun yaxşı görülməsinin qayğısını qalar. Onun adını daşıyan nəvəsini hədsiz məhəbbətlə sevər. Və mərhum xanımı xatırlayarkən bircə kədərlənərdi. Uşaqlar, onu da qeyd edim ki, bax gördünüz, əlavədən də gördünüz, Heydər Əliyev Zərifə xanım Əliyevanın məzarı üstü abidəsinin önündə idi. Onu da qeyd edim ki, bu il həm də Zərifə xanım Əliyevanın, Azərbaycanın görkəmli alimi, oftalmoloq, göz həkimi Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyini qeyd etdik. Yaxşı. Bayaq yarımçıq qalmışdıq. Buyurun, siz bitirdinizsə. Hadisələrin ardıcıllığı 1. Doğulma 2. Böyümə. Bura həm fiziki, həm də mənəvi, həm də xidməti pillələrlə yüksəlməni, böyüməni də əlavə edirik. 3. Bərkimə. Bura həyatın çətin, keşməkeşli sınaqlarından keçərək əsl lider xüsusiyyətini almaq üçün bərkiməni də əlavə edirik. 4. Müstəqil Azərbaycan qurusu. Çox sağ ol, siz qaldınız. Elementlər. Məkan Azərbaycan Naxçıvan, zaman 20-ci əsr 1923-cü il 10 may, mövzu ümumi lider Heydər Əliyevin həyatı və fəaliyyəti, obrazlar Heydər Əliyev, İzzət xanım Əliyev,
Əzəmi, əsas obraz Heydər Əliyev. Çox sağ olun. Deməli, əsərin ideyasının tapılması üçün, ümumiyyətlə əsərin təhlili üçün çox qısa da olsa, mən sizi qiymətləndirmək istəyirəm. Sonra istərdim ki, bayaq yaxınlaşdı, siz mənə hər qrup öz təqdimatını verdi. Sonra onlara baxıb və onları da qiymətləndirəcəyəm. İstərdim ki, elm qrupunu əsərin ideyasını müəyyən etdiyi üçün 5 qiymətlə qiymətləndirin. Buyurun. Siz obrazın başlayacaq xüsusiyyətləri həddindən artıq çox gözəl açıqladınız. Buyur Ruslan. Buyur, bu sizin qiymətiniz. Elementlərə görə isə siz 5 qiymətlə qiymətlənirsiniz. Və istərdim ki, ekrana baxaq. Bax, bu təqdimatı, bu prezentasiyanı bayaq Nəzrin mənə verdi. Elm qrupunun adından, əlbəttə ki, qrupun adı bəlli deyildi. 10 may Ulu Öndərimiz Heydər Əliyevin ad gününə həsr elədiyi bir təqdimatı təqdim etmişdi. Mən indi istərdim ki, bax, müəllimlərimizin köməkliyi ilə təqdimatı və filmləri qiymətləndirək. Nə fikriniz var? Neçə ilə qiymətləndirək uşaqların əl işlərini? Buyurun. Bu sizin. Aydana təqdim edək, Ruslan. Çünki onun əziyyətidir. Bu sizin qiymətiniz. Bu sizin. Nəzrin əziyyəti idi. Nəzrin gətirmişdi. Bu isə Nəzrin əziyyətidir. Yaxşı. İnşallah. Bax, adətən biz dərslərimizdən çətin sizə leksik mənası çətin olan sözlərin mənalarını açıqlayırıq. Hansı sözlərin, sizcə hansı sözlərin mənasını açıqlamağa ehtiyac var? Hə? Eyvaz eşidirəm. Sonra, Ruslan? Quzey. Güzey yox. Fərid? Güney. Hə? Eşidirəm Emilə? Şərq. Yaxşı. Mən onda istərdim ki, baxın, stollarınızın üstündə Azərbaycan dilinin izahlı lüğəti var. İstərdim ki, həmin sözləri müəyyənləşdirək. Amma gəlin bölüşdürək. Elm qrupu Quzey sözünü, təhsil qrupu Güney sözünü, ana dili qrupu Darı, vətən qrupu isə Şərq sözünü müəyyənləşdirsin. Və bu zaman ərzində bu dəqiqə verirəm, iş vərəqlərini verirəm. Buraya yazılıyor. Buyurun. Buyurun. İş vərəqlərini yazılıyor. Eşqə qadağı yox, sevgiyə sərhəd. Vaxtımız gedir. Xatirən canlıdır, şöhrətin diri. Ömrünün mənası millətə xidmət. Ömrünün mənası millətə xidmət. Adının mənası Allahın işidir. Adının mənası Allahın işidir. Ruhun dolaşacaq başına. Zamanı dinlədiyiniz bu şiirdə Zəlimxan Yaqubun Heydər Əliyevə həsr elədiyi daha bir şiiridir ki, bu şiir Əbədi Qəhrəman adlanır və onu artistlərimizdən Azad Şükürov və Tarix xanım Avasiyeva səsləndirdilər. İndi isə istərdim ki, uşaqlar, sizin təqdimatlarınızı, daha doğrusu tədqiqatlarınızı dinləyək. Buyurun, siz? Quzey, dağın, evin və s. gün düşməyən, günəş görünməyən yeri, şimal mənasındadır. Görkəmli yazar Nəcəf bəy Vəzirovdan. Gərək o adamın dədəsini elə vurasan ki, bilməyə bəla güneydən, gəldi ya quzeydən. Görkəmli dramaturqumuz Nəcəf bəy Vəzirovun sözləri ilə. Buyurun. Siz Aysel. İsimdir, şam balı, bal şirə deməkdir. Arılar dərələrə yayılır da,
Aha, çox sağ olun. Siz? Tarix yumru toxumları olan birlik taxıl bitkisi və bu bitkinin dəri. Atalar sözü. Asla yoxsunda darı görər cümləsində də darı sözü işlənmişdir. Aha, çox sağ olun. Siz? Güney, cənub güney tərəfə getmək. Cənub, güney tərəfə getmək. Gün tutan yer, gün düşən yer. Əriyir güneylər döşündəki qar. Yağış da isladır o göçəməni. Səmət oxunur. Aha, çox sağ olun. Bax, tapdığınız sözlərin, daha doğrusu sözlərin mənasını izahlı lüğətdən tapdınız və oradan atalar sözləri və şifa xalq ədəbiyyatı ilə sonra Səməd Vurğunun, Nəcəf Əbəzirovun sözləri ilə fikirlərinizi tamamladınız. Çox sağ olun və buna görə də, tədqiqata görə də qiymətlənirsiniz. Buyurun, Fəridə verək bugün bu dəfə qiyməti. Buyur, komandanın qiyməti, 5 qiymətlə qiymətlənirsiniz. Buyur, Rüstəm, Elin, buyur. Yaxşı. Bax, uşaqlar, bayaq sizinlə bərabər beləcə iş vərəqlərində, bax, bu formalı iş vərəqlərində işlədik. Siz heç soruşmadınız ki, bu nədir? Niçin iş vərəqlərimiz bu formadadır? 2 cür iş vərəqində işlədik. Bax, bu iş vərəqləri puzzlın hissələridir. Mən istərdim ki, hər qrupdan bir nəfər bura gəlsin və o puzzlı biz sizinlə yığaq. Buyurun. Buyurun, o puzzlı sizinlə yığaq. Yığdınız? Bəli. Onda baxaq. Birinci hissə əsərin ideyası. Sonra ikinci hissə hadisələrin ardıcıllığı. Üçüncü elementlər. Dördüncü hissə obrazın başlıca xüsusiyyətləri. Yaxşı uşaqlar, deyin görək, bu obraz kimin obrazıdır? Haqlısınız, Heydər Əliyevin obrazı. Puzzlımızın hissələrini birləşdirdik və bizdə görkəmli siyasətçi, dünya şöhrətli ictimai xadim, siyasi xadim Heydər Əliyevin portreti alındı. Çox sağ olun, əyləşin. Yaxşı uşaqlar, indi isə istərdim ki, bərabər sizinlə test işləyək, bəli. Test tapşırıqları işləyək. Buyurun. Bu test tapşırıqları, onu da qeyd edim ki, bu test tapşırıqları keçdiyimiz, bax, bugünkü dərsimizdə uyğun test tapşırıqlarıdır. Qələmlə üstündə, bəli, işləyirsiniz. Buyurun. Buyurun. Hamıya çatdı? Səfixan Qarabağı kimdən bəhs olunur? Əcəmi Naxçıvani. Bəs Əcəmi Naxçıvani memar Əcəmi kimdir? Buyur. Əcəmi Əbubəkirov. Sizin bilirsən. 11-12-ci əsrlərdə indiki Azərbaycan arasında fərqlər göstərmiş və dünya şöhrəti qazanmış memar Naxçıvan memarının məşəlinin tarix üstaddaşına Əcəmin həyatı haqqında onun ölməz əsərlərindən başqa heç saxlamaz. Görünür ki, memar Əcəmi bunu əvvəlcədən bildiyi üçün öz şah əsəri Məmnə Xatun türbəsinin üzərində belə yazmışdı. Biz gedərik, dünya isə əbədi qalandır, biz ölərək, bu bizdən xatirə qalar. İlahi bir sifətin nəzərdə olsan. Amin. Yaxşı. Bax, testləri işlədik. İndi mən istəyirəm ki, elm qrupu, digər qrupun cavabını etsin. 401 səhv. 4 qiymətlə qiymətlənirsiniz. Sonra siz onların deyin, amma düz deyin ha, Ruslancıq, alıq yoxdur. 5-i də düzdür.
5'i də düzdür. Cavablar sizdə, test sizdə də cavabları ola bilirlər. Buyurun. Siz hansı qrupu? Vətən. 5'i də düzdür. Buyur. Ayhə. Sonra. Bilsə kimdə? Sizdə bilsə özünüz boyunuzu alırsınız. Buyurun. Yaxşı. 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 Niyə araşdırıyorsunuz? Yaxşı uşaqlar. Mən yox, buyur qalsın, sorularım eybi yoxdur. Yaxşı, bəs gəlin belə bir şey, danışmağa ehtiyac yoxdur. Yaxşı, səssiz. Uşaqlar, Heydər Əliyev ümumiyyətlə bilirik ki, dəfələrlə bax bu 45 dəqiqə ərzində də təkrarladıq ki, ümumilli liderimizdir, onun çox görkəmli, ümumiyyətlə nafiqlik bacarığı olan bir insan idi, siyasi xadim idi, dövlət rəhbəri idi, ailə başçısıydı. Siz onun kəlamlarından bəlkə bilirsiniz. Hansı qrup təqdim etmək istəyir? Buyurun, sizdən başlayalım. Mən Heydər Əliyevin təhsil barədə bir neçə kəlam söyləmək istəyirəm. Təhsil millətin gələcəyidir. Hər bir dövlətin, ölkənin təhsil sahəsidir. Mən müəllimlikdən yüksək ad tanımıram. Yüksək ad tanımıram. Buyur. Mən də öz qrupumuzun adına aid Heydər Əliyevin kəlamlarından səsi verəcəm. Hər bir xalq öz milliyini, mənəv dəyərlərini yaşadan onun dilidir. Dil böyük bir aləmdir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki, xalq qarşısında böyük qadar. Çox sağ ol, çox sağ ol. Bəs siz? Dəyərlərimizin vətəni tərcihini bilməsin. Vətənpərvərlik insanın daxilindəki bir durumdur. Əgər bunlar yoxdursa, insan mənəviyyətsizdir. Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilir. Çox sağ ol. Siz nə deyə bilərsiniz? Buyurun. Mən də Heydər Əliyevin elm haqqında söylədiyi kəlamlardan bir neçəsini söyləyəcəyim. Həmsə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır. Görkəmli şəxsiyyətlər xalqın zəkatını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Çox sağ ol, çox sağ ol. Mən istəyirəm ki, indi dərsimizi Heydər Əliyevin Səbinə nə demək istəyir ki? Şeir demək istəyirsən, buyur. Müəllim olar, mən qrupumuzun adına uyğun olaraq Heydər Əliyevin dilimizə münasibəti haqqında bir bənç şeir söyləyəm. Yurdumuzu sevib o, elimizi sevib o, şəkərdən baldan şirin dilimizi sevib o. Çox sağ ol. Buyur. Çiçəklənir ölkəmiz, Gülistana oxşayır, özüm olmasam belə əməllərin yaşayır. Çox sağ ol. Yaxşı uşaqlar, bax, bugünkü dərsimizin yekunu üçün mən istəyirəm ki, Heydər Əliyevin kəlamlarıyla öz dilindən işləyək. Siyasını başa vurdu və hamıya beləcə Əliyev səhnələri tərk etdi. Özümü çox xoşbəxt istədim. Qoy çaylarımız qurulmasın, qoy ağaçlarımız kəsilməsin, qoy çırağımız sönməsin. Mən bu dərsi çox bəyəndim. Bu dərs çox ürəyimcə oldu. Həmişə belə Heydər Əliyevin yubileylərini keçirək. Həmişə belə dərs. Dərslərim çox xoşuma gəldi. İstərdim ki, hər il Heydər Əliyevin yubileyini belə keçirək. Həmişə də belə xoşumuza gəlsin və sevinclə öz yerlərimizə gəlsin. Mən çox ürəyimcə oldu. Yaxşı oldu. O gün olsun ki, Heydər Əliyevin 190-ını keçirək. Mən bu açıq dərsi çox xoşuma gəldi. Mən bu da açıq dərs keçirdiyi üçün Arzu müəlliməyə təşəkkür edirəm. Bir də hər il belə açıq dərs keçirək. Hər zaman. Sən gözlər.